başladı. Uğurlar. Və ilk hücum fürsəti, ilk hücum cəhdi Qəbələdən gələcək. Meydançalar bu şərait haqda xoş sözləri həqiqətən də yaddan çıxmaz. Və Şamaxının hücumu təhlükəli ola bilərdi, amma biz təkrara baxırıq burada. Şamaxı hücumunun standart vəziyyətdən sonra təkrarı burada top uğrunda mübarizə. 50 oyunu işarə edirdi. Səhv etmirəmsə Şamaxı futbolçular, amma burada ya belə 50 oyunu olmur. Dən gözləyir. Getdi baxmağa. Var da Əliyər Ağayev var. İllərin təcrübəsi, Azərbaycanın ən təcrübəli hakimlərindən biri. Və penalti. 50 oyun. Ricardo və 1-0 Şamaxı Qəbələ ilə səfər görüşündə hesabı açır oyunun 8-ci dəqiqəsində. Və bunun da, bu təzyiqin də məntiqi nəticəsi kimi Qəbələ ilə maçda Şamaxı futbolçuları hesabı açırlar. Təyin olunmuş penalti zərbəsini Ricardo Apolinaro dəqiq yanına yetirir. Apolinario. Daha dəqiq deyək. Daha da doğrusunu tələffüz edək. Apolinario'nun ise ilk goludur. Buna qədər Rüfət Abbasov, Pusi, Leroy Mikis və Kantarya fərqlənmişdi və bu arada Qəbələ hesabı bərabərləşdirə bilərdi, amma Sangare formada yıldızlı pagonları ilə ötürmə təhlükəli idi. Yenə Cesar Enrique. Elə ki, bu dəqiqəyə qədər Ayxan Abbasovun sanki əsas işarə gəldi. Ötürmə uzaq, küncə birbaşa qapıya qapı dirəyi. Təhlükəli idi qapı dirəyi, Qəbələri qoldan xilas edir. Bu da təkrar. Çox təhlükəli idi. Şamaxının bu hücumu standart vəziyyətdən sonra Rüfət Abbasovun futbolçuları top elə keçirdilər. Diego Balao çox yaxşı sürəti var, əla texnikası var bu futbolçunun. Sağdan hücuma qoşuldu, baxır, yerdən oynayır Kərim Rossi ilə. Kərim Rossi cərimə meydançasında zərbə və burada Qəbələnin bəxti gətirir. Baxın, necə bir göz qırpımında iki hücuma çıxdı Şamaxı futbolçuları. Kərim Rossi'nin zərbəsi ilə yekunlaşdı bu hücum, amma çərçivəyə düşə bilmir. Bitti bu saniyə. Bu hücumun bitməsini indi gözləyəcək Kərim Rossi və Səlahat Ağayev. Bu da təkrar. Şahin Şahniyarov məhz onun ötürməsi indi və Qəbələ hesabı bərabərləşdirə bilərdi, amma oyundan kənar vəziyyət var. İbrahim Sangare. Təkrar belə, offside var idi burada. Ötürmə cərimə meydançasına. Kərim Rossi və Səlahat Ağayev. Rüfət göndərir cərimə meydançasına. Zərbə də gəlir burada Oruç Məmmədovdan. Topu rəqibdən aldı. Sangare uzaqdan yoxluyur və əla zərbə idi. Ricardo Fernandes'dən də əla reaksiya. Baxın zərbəyə Ricardo Fernandes. Əla reaksiya göstərdi. İki gözəl hərəkət. Burada top rəqibə də deyil. Gerdən gələn futbolçuları gözlədi. Xaymi Siyerə solda Nicat. Boşdu. Massumu öz sürəti yığdı. Girdi cərimə meydançasına. Ötürməsin dedir. Zərbə. Və bu cür fürsəti boşa verir. Qəbələ hesabı bərabərləşdirə bilərdi. Fərid yerdən. Və indi Ricardo Fernandes. Möhtəşəm seyvlə yadda qalır. Yaxşı paslaşmışdılar. Şat Tağıyev
Qəbələnin son ümidləri, son şansları uzun ötürmə cərimə meydançası istiqamətinə və bu cür fürsəti boşa verir. Bu da təkrar. Bu epizoda görə hücumda qaydanı pozdu Ricardo Fernandes'in üzərinə çıxır. Tapdaladı onu. Zərbədən sonra İsa Kamova və sarı vərəqə ilə cəzalandırılır.